إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وصحبه أجمعين أما بعد. Önceliklə uca Allaha dua edirəm ki, bu məclisimizi Allah sevib razı qaldığı, ha belə mələklərin ahadi etdiyi məclislərdən etsin. Və istəyirəm ki, bir mövzu barəsində xatırlatma edeyim. Ola bilsin ki, bu mövzu hər bir üçün faydalı olsun. Və xatırlatma etmək istədiyim mövzu sübh namazının fəziləti barəsində olacaqdır. Ümumiyyətlə onu bilirik ki, şəriət sübh namazına çox əhəmiyyət vermişdir. Və bu sübh namazının vaxtına uca Allah bərəkət vermişdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Allahım ümmətimin sübh vaxtlarına bərəkət ver. İbn Qeym Rahimullah demişdir ki, salih insanlar sübh namazından günəş doğana qədər olan vaxtda yatmağı xoşlamazdılar. Çünki o qənimət, ruzi və bərəkət başlama vaxtıdır. Və təəssüflər olsun ki, bəzi qardaşlar sübh namazını gedib məsciddə qılmırlar. Hələ məsciddə qılmağı bıraq. Hələ o üstündə olan yorğanı, o ədyalı belə qaldırıb öz yatağının yanında 2 rükət sübh namazını qılmağa çətinlik göstərir. Halbuki sübh namazının fəziləti o qədər gəlmişdir ki, çoxlu hədislər vardır ki, insan onu görsə, bu namazı heç vaxt buraxmaz, daim ona təşviq edər. İbn Baz Rahimullah buyurmuşdur ki, sübh namazından yatıb qalmaqdan Allaha sınırıq. Bəzi şəxslər dünyavi ehtiyaca görə və məxluqun haqqı üçün yuxudan durur, lakin uca Allahın haqqı üçün yuxudan durmur. Bəli, görürsən ki, bəzi insanlar öz övladının məktəbə getməsi üçün durur, hansı bir ticari iş üçün durur, amma Allahın haqqı olan, böyük, əzəmətli olan bir namaz ibadətinə görə ayağa durmur. Həmçinin İbn Hüseyn Rahimullah buyurmuşdur ki, sübh namazını yalnız mömin qılar, münafiq isə cəmaət namazında iştirak etməz, nə də sübh namazını qılmaz. Həmçinin də Rahimullah buyurmuşdur ki, özündən soruş, namazı vaxtında qılıb qılmadığını və ona davam edib etmədiyini, xüsusilə sübh namazını. Əgər sən onu mütəmadi olaraq vaxtında qılırsansa, bil ki, sən möminsən və səni cənnətdən ayıran tək şey ölümdür. Yox, əgər o namazı tərk edirsənsə, onda nəfsini xilas etməyə tələs. İbn Hüseyn Rahimullah burada bildirir ki, yəni sübh namazı qılmaq insanın cənnətə girməsinə səbəblərdəndir. Həmçinin də özündən münafiq əlamətlərini uzaqlaşdıran bir ibadətdir. Həmçinin də İbn Ömər radiyallahu anhu deyir ki, biz sübh və işə namazlarında kiminsə namazda görmədikdə onun haqqında pis zənn edərdik. Yəni, həmin insanın haqqında pis zəndə olardılar. Ona görə sübh namazını qılmaq insanda olan münafiq əlamətlərini uzaqlaşdırır. Allah Resulü sallallahu aleyhi və səlləm sübh namazını qılmayanları münafiqlərə bənzətmişdir. Demişdir ki, münafiqlər üçün sübh və işə namazlarından daha ağır namaz yoxdur. Əgər onlar bu iki namazın nə qədər xeyirli və bərəkətli olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə olsa da məscidə gələrdilər. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Mən sallal işa'a fi cəmaətin fəkənnəmə qamə nisfəl-leyl və mən sallal subhə fi cəmaətin fəkənnəmə sallal leylə kulləh. Buyurmuşdur ki, Allah Resulü sallallahu aleyhi və səlləm kim işə namazını cəmaatla qılarsa, sanki o gecənin yarısını namaza keçirmişdir. Kim sübh namazını cəmaatla qılarsa, sanki bütün gecəni namaza keçirmiş kimi olar. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, bir dəstə mələk gecələr, bir dəstə mələk gündüzlər növbə ilə sizin yanınıza gəlir. Onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər samaya qalxır və Allah onlardan siz mənim qullarımı nə vəziyyətdə tərk etmişsiniz deyə soruşur. Halbuki o qullarının nə etdiklərini daha yaxşı bilir. Bununla belə onlar deyirlər, biz onları namaz qıldıqları halda tərk etdik. Yanlarına gəldikdə
onlar namaz qılırdılar. Və ona görə də sən sübh namazını qılsan, bil ki, sənin namazını mələklər müşahidə edir. Və sən də istəyirsənmi sənin namazlarını mələklər müşahidə etsin, o zaman sübh namazından tutun. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm sübh namazların içində də cümə günü qılınan sübh namazını daha xüsusiləşdirmişdir. Buyurmuşdur ki, sallallahu aleyhi və səlləm, Allah qatında ən fəzilətli namaz cümə günü cəmaatla qılınan sübh namazıdır. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Mən sallər subhə fəhuvə fi zimmətilləhi fələ yətlubənnəkumullahu min zimmetihim bi şeyin fəyudrikəhu fəyəkubbəhu finnəri cəhənnəm. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim sübh namazını kılarsa o Allah'ın himaye altında olar. Allah sizi öz himayeni aldığı bir şey barəsində sorğu suala çəkməsin, tələb etməsin. Əgər tələb etdiyi şeyi, sorğu sual etdiyi şeyi yetişərsə onu üzü üstə cəhənnəmə atar. Və alimlər bu hədisin barəsində iki məna söyləmişdilər. Demişdilər ki, yəni sübh namazını qılan insan Allahın himayə altındadır. Yəni Allah onu həmin sübh namazını qılan insanı zərərdən qoruyar, onu ziyandan qoruyar və insan zərərlərdən uzaq olar. Necə ki bir hadisəni, bununla bağlı bir hadisə eşitmişdim və necə ki bir uşaq məktəbə getmişdir və müəllim uşağı ayağa qaldırır və deyir ki, çıx dərsi danış. Deyir ki, ey müəllim, mən dərsə hazır deyiləm. Onda müəllim uşağa dedi ki, mən səni bugün cəzalandıracağam. Və uşaq durur və müəllimə deyir ki, sən mənə heç nə edə bilməzsən. Müəllim soruşanda ki, niyə? Çünki bu hədisi söylər, deyir ki, çünki mən sübh namazını qılmışam və Allahın himayə altındayam. Və müəllim də ona deyir ki, mən səni cəzalandırmayacağam, otur, bugün sən əfv edilənsən. Yəni, bu kimi məsələlər çoxdur ki, yəni sübh namazını qılmaq, Allah azəkelə onun öz himayətini alaraq onu hər bir zərərdən qoruyur. Həmçində ikinci məna olaraq bu hədisdə deyirlər ki, Allah subhanahu wa ta'ala öz himayə altında olan bir şey barəsində sorğu-sual edər. Yəni kim sübh namazını qılmazsa Allah onu üzü üstə cəhənnəmə atar. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən salləl bərdeyn daxaləl cənnəh. Buyurur ki, kim iki soyuq namazı qılarsa cənnəti daxil olar. Yəni iki soyuq namaz, yəni sübh və əsr namazı. Alimlər deyir ki, burada ona görə soyuq namaz deyildi ki, çünki sübh namazında günəş çıxmır, həmin vaxt hava soyuq olur. Həmçinin də əsr vaxtında günəşin batmasına doğru gedəndə hava soyuqlaşır. Ona görə də Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, iki soyuq namazı kim qılarsa cənnətə daxil olar. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Lən yelicən nər əhədun sallə qablə tulu'u şəms və qablə qurubihə, yəni əl-fəcr və əsr. Buyurur ki, kim günəşin doğmamışdan əvvəl və batmamışdan əvvəl namaz qılarsa, heç kəs cənnətə daxil olmayacaqdır. Yəni, bu həmin insan cəhənnəmə daxil olmayacaqdır. Cəhənnəmə daxil olmayacaqdır. Və bu da qəsd olunan, burada olunan yəni sübh və əsr namazlarıdır. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim sübh namazını cəmaatla qılarsa, sonra günəş doğana qədər oturub Allahı zikr edərsə, sonra iki rükət namaz qılarsa, kənət ləhu kəəcrə həccətin və umrətin təmmətin. Buyurur ki, əgər günəş, yəni sübh namazını cəmaatla qılarsa, sonra günəş doğana qədər Allahı oturub zikr edərsə, sonra iki rükət namaz qılarsa, onun üçün həcc, ümrə mükafatı vardır. Tam olaraq. Ona görə insan məsciddə sübh namazını qılarsa, sonra oturarsa, günəş çıxana qədər, sonra iki rükət namaz qılarsa, bu cür möhtəşəm mükafata nail olar. Həmçində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnekum setaravna rabbakum kema taravna hazal qamar. Buyurur ki, siz Rabbinizi necə ayı görürsünüzsə, eləcə görəcəksiniz.
Sonra buyurur ki sallallahu aleyhi ve sellem la tudamuna fi ru'yetihi fen istata'tum en la tuglabu ala salatin qabla tulu'u şems ve salatin qabla gurubi şems fef'alu. Buyurur ki siz Allah Azze Celle'ni görməkdə bir-birinizə mani olmayacaqsınız. Əgər bacarınızsa günəşin doğmamışdan əvvəl, günəş batmamışdan əvvəl həmin namazı əldən qaçırmayın, həmin namazı qılın. Və bu hədis göstərir ki, dəyərli qardaşlarım, sübh namazını qılmaq cənnətə girməyə olan səbəblərdəndir və Allah Azze Celle cənnətə görməkdə səbəblərdəndir. Həmçində Allah Resulü sallallahu aleyhi və səlləm buyur ki, Bəşşir məşşəinə fi zuləmi iləl məsəcidi bin nurit təmmi yevməl qiyamə. Buyurur ki, zülmətdə məscidlərə gedənləri qiyamət günü tam nur ilə müjdələ. Burada zülmətdə məscidlərə gedən deyəndə, yəni sübh və işə namazları nəzərdə tutulur. Ona görə də bəzi qardaşlar sübh namazı gecə olduğuna görə getmirlər və yaxud da qaranlıq olduğuna görə getmirlər. Amma bilsinlər ki, zülmətdə məscidlərə gedənlərə qiyamət günü tam nur ilə müjdələnəcəkdir. Həmçində Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Rakatəl fəcri xayrun minəd dünya və mə fiyhə. Buyurmuşdur ki, sübh namazının 2 rükət sünnəti dünyadan və bunun içində olan şeylərdən daha xeyirlidir. Ona görə də insan çalışmalıdır, həmçində sübh namazından əvvəl olan sünnəti də qılsın. Və çünki Allah Resulü sallallahu aleyhi və səlləm nə səfərdə, nə də ki yaşadığı bölgədə bu namazı heç vaxt tərk etməmişdir. Və sonuncu olaraq, dəyərli qardaşlarım, bir kişi Allah Resulü sallallahu aleyhi və səlləm yanında söylənir, xatırlanır, deyir ki, həmin insan sübh namazına yəni qalxmır, yəni gecəni bütövlükdə yatır. O zaman Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, Zəkə raculun bələş şeytanu fi uznihi. Buyurmuşdur ki, o kişinin qulaqlarına şeytan bövr etmişdir. Ona görə də insan sübh namazına qalxmayanda və belə bir şey Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi şey olur. Ona görə də insan gecə yatanda çalışmalıdır, gecə zikirlərini etsin. Yəni müsəlman qalasında gəlir, o zikirləri etsin ki, ona yardımcı olsun sübh namazına qalxmağa. Və Allah Azze Celle'yə dua edirəm ki, bizi daima sübh namazını qılmağa, həmçinin də məsciddə qılmağa bizə nəsib etsin. Bu cür fəzilətli ibadətdən bizi məhrum etməsin. Demək ki, əgər sən qılırsansa sübh namazını məsciddə, demədi ki, bu mənim hünərimləndir. Və həmişə buna görə şükür elə, əgər qılırsansa, bil ki, bu Allahın müvəqqəti ilədir. Yox, əgər qılmırsansa, o zaman sabahdan bu cür fəzilətləri eşitinsə, başda həmin namazı, sübh namazı məscidlərdə qılmağa. Və Allah Azze Celle dua edirəm ki, bu dərsimi hər bir üçün faydalı etsin. Subhanək Allahum və bihamdik. Əşhədu ən la ilahə ən əstəğfiruka və tuğbəleyk. Allah sizdən razı olsun.